Bu Laçınlı, bax, arkasındakı evi görürsünüz Laçında. Bax, o bu kişinin evidir. Təsəvvür edin, özü də Sovetlərin vaxtında görünür ki, kimi artıq çox böyük, gözəl bir ev olub, özü də yaxşı betonla zaten tikilib deyən, təsəvvür edin, 60-cı illərdə tikilmiş evdir. Görürsünüz necə qalıb. Bu kişi yazmaqdan, bir şey eləmə, bu deməli birinci şeydir, mən ona görə ikisini şey eləmədim, montaj eləmədim, birini montaj elədim ki, onun çıxışı, ikisi də eyni şeydir, sadəcə olaraq məsafələrlə regularını deyək ki, bu paylaşır ki, mənim evimi özümə vermirlər, kişi. Yaxşı, bu Qarabağ torpaqlar azad olunur, evi olmayanlara ev tikirsən. Bu adamın da evi sap-pasaq yerində durur, qəşəng. Niyə qoymursan bunu geçsin evində yaşasın? Gəlin indi biz dostlar, onun çıxışına qulaq asaq, ondan sonra söhbətimizi davam etdirərik. Prezident Müzəffər Ali Başkomandan, mən Laçın rayon sakini, 1-ci Qarabağ müharibəsi iştirakçısı Naibov Talih İbrahimoğlu sizə müraciət edərək bildirirəm ki, Laçın rayonunda yerləşən atam Naibov İbrahim Allahverən oğluna məxsus 456 nömrəli ev barədədir. Cənab Prezident, bizim ev hal-hazırda seyrangah kimi istifadə olunmaqdadır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizim ev hələ də ailəmizə qaytarılmamışdır. Cənab Prezident, ailə üzvü olaraq, 1-ci Qarabağ müharibəsi iştirakçısı olaraq sizdən xahiş edirik ki, bizim evimizin də Naibovlar ailəsinə qaytarılmasında bizə yardımcı olasınız. Mən 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıtışı zamanı onun mühafizəsində iştirak etmişəm. Onun rəhbərliyi altında Şimal-Cənub bölgəsində separatizmə qarşı mübarizədə bir daxili işlər orqanının əməkdaşı kimi iştirak etmişəm. Cənab Prezident, ailəmiz adından sizdən xahiş edirik ki, sizin qayıdış proqramınıza uyğun olaraq Laçın rayonunda bizim evin ailəmizə qaytarılmasında bizə yardımcı olasınız. Dəfələrlə Laçın rayonunda yerləşən Bakı Abadlıq şirkətinin rəhbəri Bünyat Qasımova, Azərbaycan Respublikasının prezidentinin Laçın rayonu və Şərqi Zəngəzur üzrə nümayəndəsi Məsim Məmmədova müraciət etməyimizə baxmayaraq, bizim ailəmizin Laçın rayonuna qayıtmasını təmin etməmişdirlər. Konstitusiyanın qarantı, Respublikamızın rəhbəri, Müzəffər Ali Başkomandan İlham Əliyevə müraciət edərək bildiririk ki, bizim ailəmizin Laçın rayonuna qayıdışını, Laçın rayonunda olan evimizin bizə qaytarılmasını təmin olunmasında bizə köməklik göstərəsiniz. Ailəmiz adından sizə öz minnətdarlığımızı bildiririk. Gördünüz dostlar, təsəvvür edin, baxın, mən əvvəllər dediklərimi indi baxıram ki, hamısı öz təsdiqini tapır, inanın buna. Baxın, biz ata-baba yurdu, siz heç görürsünüzmü ki, kətdə yaşayan bir insan, məsələn, deyək ki, bir eldə, bir obada, məsələn, deyək ki, bir insan öz ata yurdunu satıb gedəndə onun haqqında nələr deyirik? Şərəfsiz ata yurdunu satdı, getdi, ata yurdunu da satarlar mı? Və bugün İlham Əliyev biz insanları ata yurtlarından məhrum eləmək istəyir ki, yəni biz o hisslərdən uzaqlaşaq. Yəni bizim üçün yurt, yəni biz ermənilərin gününə düşək, yəni biz harada yaxşıdır, gedək orada yaşayaq. Yəni bu adam qanmır. Bu adam qanmır ki, məsələn deyək ki, mən Şahəddin Elxan Mailoğlu əgər burada, Fransada gəlib yaşamağıma baxma, mən ürəyimi orada qoyub gəlmişəm. Və mən hər gün o torpağın həsrətindəyəm, o yurdun, o elin, o obanın qeyrəti filan hamısı mənim çiyinlərimdədir və mən onları daşıyıram. Baxın, kişi evinlə bağlı kişi gəlib baxın, görür ki, dələduzlar yığışır içində seyrangah filan, seyrangah zadında kişi. Deyil, burada işçi, deyək ki, firmalar, istənilən firma, əgər ev tikəndir və yaxud da filandır, mən o inşaatda bir-iki gün hərdən bir gedib işləmişəm. Təsəvvür edin, deyək ki, ev tikəndir, evin, deyək ki, rəhbər, prezident gəldi, göstərişini verdi, səhərsi gün prorab, vagonlar, yəni ofislər, tualetindən, hamamından tutmuş, hamısı aparıldı, həmən yerdə yerləşdirildi. Filan, hamısı yaşayır, işləyir, çalışır, gəlir, paltar soyunmaq üçün, yer yemək üçün, hamısı. Ne de sen gelip cemaatin evine tuf. Sen
evə qaytarmısan, qoymuşsan, məqsədin nədir? Fikrin nədir? Niyə? Niyə sən bu cəmaat yalvarır ki, məni evimə bırax? Niyə? Yəni, məsələ budur, dostlar. Baxın, Ağdamda gördünüz o evləri. Zdaniya evlər bir-birinin içində tikilib. Yəni, mən 100% bilirəm ki, biz bilirik ki, Ağdamlılar orada heç məsələn uzaqbaşı 1 il, 2 il hərəsi torpaq alacaqlar, o anla bu ətraflardan falanlar orada yaşayanlar özlərinə həyat ev tikəcəklər, gözəl yaşayacaqlar. Mən onu 100% bilirəm. Yəni, o evdə içində olmaqla. İndi bu görünür şeydir, bu proqrama salıb. Bilirsiniz, əgər bu adam Mehman Hüseynovun evini, baxın, işləri, gücləri yoxdur, Əlövsə Sadıqlının və yaxud da deyək ki, Mehmanın və yaxud da qardaşının öz evində şiddə indi bu atası evdə olmayanda bir qızla, bir qadınla və yaxud da deyək ki, Allah rəhmət eləsin Əlövsət müəllimin yoldaşına. İndi bu gedib, bu da şiddə birdən kölünə düşür, bir dənə kimlənsə gəlir falan, sən kimsən, şərəfsizsən, cəmaatın evinə gətirib kamera 4 il, 5 il, sən oturub onun evi. Yəni deyirəm, indi mən ona görə qorxuram, dostlar. Bu İlham Əliyev, bu ağıllı evlər deyəndə anlayın mən, düz başa düşün. Mən ondan qorxuram ki, o evlərin hər birində kameralar, siz diqqətlə baxın, girin o evləri axtarın. Səs falan, həmin o sucukların falanı ola bilər, onlar divarda elə yerdə gizləsinlər ki, siz onu görməyəsiniz. Və yaxud da lampanın falanın və yaxud da şunurun içinə yerləşdirə bilər. Yəni, o nöqteyi nəzərdən deyirəm, ehtiyatlı olun. Bu şərəfsiz adamdan şərəf gözləmək heç ağlınıza belə gətirməyin, inanın mənə. Yəni, bunlar nə desən, yəni kompromat üçün sabahları təsəvvür edin. Durduğun yerdə səni evindən çıxardıb, başına da torba keçirib aparırlar. Şey göstərirlər, sana kaset göstərirlər ki, biz sənin 4 il evin şeyi, sən busan. Biz nə deyirik, onu eləməsən falan falan. Halal olsun Mehmanım, mən alıb işləyirəm onu. Bir həmli ilə vurdu, bütün o şeyləri dağıtdı. Bilirsiniz? Nə qədər, inanın mənə, mən yəni deyirəm ki, dostlar, bax, inanın, mən sadəcə olaraq bunu o Türklərin üstündə kafama yerləşdirə bilmirəm. Necə şey ola bilər ki, sən kiminsə evini oturasan bir dəstə adamla, sən o evi şey deyəsən, izləyəsən, çəkəsən, sonra da çağıra göstərəsən ki, bəs belə. Mən çox xahiş edirəm, bir anlıq gözümüzün qabağına gətirin. Gətirin ki, siz məsələn deyək ki, mənim bir tanış var idi, o vaxtı deməli, o vaxtı bu şeylər təzə çıxmışdı. Bu qulaqçıq saat filanca təzə çıxmışdı. İnanın mənə, Allah namusumu anlatacağım ki, yəni necə var, elə deyirəm sizə. Bir nəfər var idi, tanış. Gördüm, Moskvadan ondan bir dəst alıb gətirir. Günlərin bir günündə baxdım ki, bu evə quraşdırıb bunu, öz evinə. Qaynanasından arvadın danışana qulaq asır. Dedim ki, sən nə edirsən? Sən qanırsan nə edirsən? İnanın. Mən deyəndən sonra həmən bu hamısını yığışdırdı falan, həmən şey falan qədər pul vermişdi, tulladı. Dedim, təbii məsələdir ki, sənin qaynananla arvadın haradasa birdən sənin haqqında nəsə danışa bilərlər də, arvad da xoşuna gəlməz, sənin ərin falan yerdə falan şeylərdir falan və yaxud da atanın, ananın söyər, birdən ağzından çıxar. Sən ona görə uşaqlarını, ailənin ayrılacaqsan, sən bir kafanı yerləşdirək ki, sən gör, nə inirsən. İnanın, ondan sonra Allaha and olsun, yığışdırdı, atdı o şeyi ümumiyyətlə. Baxın, bu onda təzə çıxmışdı, təzə mod idi və onda idarələrə qoyurdular onu. Bu da deməli şeydə, Moskvada görmüşdü onu, idarədə o işçilər üçün müdür qoyub, onları izlədiyini görmüşdü, onu gətirmişdi. Və ondan sonra bir də mən görmədim ki, o həmən o şeydən istifadə eləsin və yaxud da nə. Bilirsiniz? İndi bu şərəfsiz, baxın, bizim yaxşı nəyimiz var, hamısını məhv eləmək istəyir. Təmiz bizim insanlar. Ona görə ki, özü qarasıdır.
O şey değil, sigandı özü. Bilirsiniz, mesele budur. Sigandı bu, şerefsiz, bu ləyaqətsiz adam, bu hakimiyyətdə qalmaq üçün nəyə desən gedir. Dedəsi də bireydi, Heydər Əliyev. Yani Heydər Əliyev də yadınızdadır ki, hakimiyyətə gəlmək üçün 1000 dana girdi.